Salyan rayonunun Xələc kəndində yerləşən Təhməz Şirinov adına 2 nömrəli tam orta ümumi təhsil məktəbi 2025-ci ildə istifadəyə verilib. Müasir standartlara uyğun inşa olunan məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. Hazırda məktəbdə 433 şagird təhsil alır. Geniş və işıqlı sinif otaqları, fən kabinetləri, tədris üçün zəruri avadanlıqlar şagirdlərin bilik və bacarıqlarının inkişafına xidmət edir. Müəllim heyətinin peşəkarlığı və yaradılan əlverişli təhsil mühiti tədrisin keyfiyyətinə müsbət təsiri göstərir. Ötən tədris ilində məktəbin əldə etdiyi uğurlar da bunu bir daha təsdiqləyir. Belə ki, məktəbin bir çox məzunları ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunaraq uğurlu nəticələr əldə ediblər. Bu faktlar bölgələrdə təhsil səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlərin yaradılan müasir şəraitin real nəticələr verdiyini göstərir. Təhməz Şirinov adına 2 nömrəli tam orta ümumi təhsil məktəbi bu baxımdan nümunəvi təhsil ocaqlarından biri kimi diqqət çəkir. Gördüyünüz kimi məktəbimizdə bu ilki tədris ilində yeni məktəb istifadəyə verilib və bu da bizim üçün uğurlu nəticədir. Ötən tədris ilində məktəbimizin məzunları 90% ali və orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Bir nəfər şagirdimiz Qarabağ Universitetinə qəbul olunmuşdur. Məktəbdə rayon tədbirlərində keçirilən idman yarışlarında məktəb şagirdlərimiz birinci, ikinci, üçüncü yerlərə layiq görülmüşdür. Səmil Şahlaroğlu, Həcər Həsənova bugün informasiya proqramı üçün.